Sual belədir ki, biri ilə çox iyrənc söyüşlə danışan müsəlmanlara nə nəsihət edərdiniz? Cavab budur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, müsəlman söyünç söyməz. Gerçək müsəlman söyünç söyməz, nə də qadın. Söyünç söymək fasiqlərin, söyünç söymək kafirlərin, söyünç söymək həyasızların, söyünç söymək qeyrətsizlərin adətidir bu. İnsanın səviyyəsini bildirən bir rəmzdir bu. Necə bir insan ağzına murdar söz ala bilər, əgər o insanın qəlbi təmizdirsə? Ona görə bir ərəb şeiri var. Kullu ina'in bima fihi yandahu. Hər qab öz içindəyini tökür. Heç zaman bir qabın içində süd varsa, kiməsə o qab su, o qabdan, yəni ki, bir qabın içində süd varsa, heç zaman qaldıranda içindən su tökülmür. Su qabını qaldıranda içindən məsələ tutaq ki, sok tökülmür. Hər qabın içində nə varsa ancaq içindəyini tökür. Ona görə dilini söyüncə alışdıranlar, əxlaqsız və iyrənc söyünclər söyən və adını müsəlman qoyanların içinin xarablığının əlamətidir bunların hamısı. Subhanallah. Rasulullah sallallahu aleyhi və səlləm səhih hədisdə buyurur ki, müsəlman söyməz. Və söyməmək, dilin qorunması müsəlman üçün ən önəmli şeylərdən biridir. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, Mən kənə minkum yu'minu billahi vəl yevmil əxir fəlyəqul xayran əv liyəsmut. Sizdən kim Allah və axirət günə inanırsa, ya xeyir söyləsin, ya da sussun. Ya xeyir söyləsin, ya da sussun. Söymək, iyrənc sözlər danışmaq, əxlaqsızlıqlar eləmək, bunların hamısı münafiqlərin və yaxud da o yolla getmək üzrə olan özünü İslam'a nisbət edənlərin sifətidir bunlar adətən. Və müsəlmanın dili onun qəlbinin tərcüməkçisidir. İnsanın qəlbində nə var, dilində olur adətən. Ona görə müsəlman olaraq dillərimizi, qəlblərimizi, bütün əzələlərimizi, bütün çirkinliklərdən təmizləməmiz lazımdır. Elə etməmiz lazımdır ki, qulağımız təmiz olsun, ancaq yaxşı sözlər eşitsin, dilimiz ancaq yaxşı sözlər danışsın, gözümüz ancaq halal olan şeylərə baxsın, əlimiz, ayağımız ancaq halal olan yollarda getsin. Bütün əzələrimizi müsəlman olaraq hər bir pislikdən və çirkinliklərdən qorumamız lazımdır. Əksi təqdirdə qiyamət günü insanın əli də onun əleyhinə danışacaq, ayağı da, bütün orqanların hamısı, əgər onlara qarşı haqsızlıq etmiş olarıqsa, qiyamət günü hamısı əleyhimizə şəhadət verəcəklər və insanın cəhənnəmə girməsinə səbəb olacaqlar. Ona görə belə qısa kəlmə ilə tamamlamaq istəyirəm ki, yəni dini olan, iffəti olan, dininə qeyrəti olan, özünə, nəfsinə hörmət edən, ətrafına hörmət edən müsəlman mütləq dilini və bütün əzəllərini çirkinliklərdən qorumalıdır. Allahu aləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.